Hər idman mütləq, ağırlıq idmanı mütləq etməlidir. Bu çox vacibdir. Gördüyüm ən böyük problemlərdən birisi də budur ki, ağırlıq idmanı etmirlər yağ faizni düşürərkən. Mən yağ faizimi düşürüm. Onsuz da məntiq budur ki, onsuz da qaçsam da, yerisəm də, yüngül hərəkətlər eləyim, pi əriyəcək. Hə, qida rasionuna az da diqqət etirsəm, az da yesəm, onsuz da kilo verəcəm. Bəli, kilo verəsən, amma bu yağ faizini çözmək mənasına gəlmir. Əzələ itirə bilərsən. Əlbəttə, əzələ də itirə bilərsən. Onun üçün bunu minimala endirmək üçün mütləq ağırlıq idmanı olmalıdır. Görünüşə nəticədə təsir etməlidir. Siz diqqət etmirsiniz, bəzən görərsiniz, bəziləri 30 kilo verir, 20 kilo verir, dəri salınmağa başlayır artıq. Aha. Bəli. Bundan hamısı böyük problemlərdir. Ola bilər paltarda yaxşı görsənsən, bəs evdə paltar çıxardıb aynada baxdığın zaman necə olacaq bu? Bunlara diqqət etmək lazımdır. Ona görə də mütləq ağırlıq idmanı edin. Ağırlıq idmanı olacaq. Ondan sonra kardiolarınızı edin. Təqribən 40-50 dəqiqə. Günlük ortalama 10 min addım atın. Qida rasionunda bu dediklərimə də diqqət edirsinizsə, tam olaraq bəs edir. Deməli, belə bir sual var. Eyni məşq həcmini setlərə müxtəlif cür bölüşdürməyin, 4-9 və ya 3-12 şəkildə işləməyin fərqi var?